Hamilə qalmağa çalışırsınız, amma aylar keçir və test hələ də mənfi çıxır. Gəlin bu səbəbləri araşdıraq və nə etməli olduğumuzu təyin edək. İlk addım panikaya düşməməkdir. Orta hesabla sağlam bir cütlük 6-12 ay ərzində hamilə qala bilər. 35 yaşa qədər 1 il cəhd etdikdən sonra, 35-40 yaş 6 ay cəhd etdikdən sonra, 40 yaşdan sonra artıq 3 aydan sonra. Hamiləliyə nə mane ola bilər? Yaş, 35 yaşdan sonra fertillik azalır. Hormon balansızlığı, məsələn yumurtalama problemi, kişi faktoru, sperma keyfiyyətinin azalması, anatomik xüsusiyyətləri, bitişmələr, poliplər, endometrioz və s. Həyat tərzi, stres, artıq çəki, zərərli vərdişlər. Nə etmək lazımdır? Əsas müayinədən keçmək, hormon analizləri, ultrasəs müayinəsi, spermogramma, mümkün problemləri aşkarlayıb aradan qaldırmaq. Əgər təbii yolla hamilə qalmaq çətindirsə, köməkçi reproduktiv üsulları nəzərdən keçirmək. Ən vacibi müayinələri gecikdirməkdir. Səbəb nə qədər tez aşkar olunsa, uğurla hamiləlik şansı bir o qədər yüksək olar. Həkimə müraciət edin və valideyn olmaq şansını qaçırmayın. Məsləhət üçün qeydiyyatdan keçin, birlikdə həll yolu tapaq.